Destat yoxdur deyir. İz yoxdur. Yox, ona silah çıxarmazlar. Yəni ona nə günah olacaq? Sən yer saxlamaya baxırsan. Yolundan çıxıb gedir. Dünən saat 12 radələrində Masallıda ağır yol qəzası baş verib. 1990-cı il təvəllüdlü Fərmudə Əlipənah qızı Hüseynovanın idarə etdiyi Nissan Sani markalı avtomobil rayonun Həsənli kəndi ərazisində idarəetmədən çıxaraq aşıb. Bildirilir ki, avtomobildə olan qadınlar yeni ailə həyatı quran yaxın qohumlarının evində keçirilən məclisə gedirmişlər. Belə ki, 3 gün öncə Sevda Vəlişovanın qardaşı qızının toyu keçirilib. Dünən isə o, bacısı Gülşən, qardaşı qızı Nuriyə ilə birgə digər qardaşının gəlini Fərmudə Hüseynovanın avtomobili ilə Həsənli kəndindən Masallının digər kəndinə yola düşüblər. Lakin kəndin girişində Fərmudənin idarə etdiyi avtomobil asfalt yoldan çıxaraq aşıb. Nəticədə yeni ailə həyatı qurmuş gəlinin bibisi Sevda Vəlişova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Digər bibisi və əmisi qızı isə ağır xəsarətlər alıb. Sürücü isə nisbətən yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb. Həsənli yolunda olub uşaqlar. Kənd maşınıdır. Pərvizin görsən mən nə olub Pərvizin yoldaşının maşını, yoldaşı da aşırdı maşını.